Hər kəsə salam. Bugün sizlər üçün belə bir sual nümunəsinin izahına baxacağıq. Əvvəlcə gəlin biz üçün asan olsun deyə hər tərəfi bunların əköbü olan 12-yə vuracağıq. Hər tərəfi 12-yə vursaq əgər, vururuq 12-yə. Bu 12-nin 6 ixtisar gedir, burada qalar 2. 12 ilə 2-yə ixtisar gedəcək, qalacaq 6. O zaman olacaq ki, 2 vurulsun 3x, üzərinə gəlinsin 5, 5x üzərinə gəlinsin 3, bərabərdir. 6-nı keçirdirəm qabağa, 6 vurulsun 3x çıxılsın 6, vurulsun 6x üzərinə gəlinsin 10. İndi bunu həll eləməyə çalışaq. Əvvəlcə bunu buna vurub açacağıq. Bu zaman olacaq ki, 6x üzərinə gəlinsin 10. Burada olacaq ki, 5x üzərinə gəlinsin 3. 6-nı bu mötərizənin içinə vuraram. Bu zaman olacaq 18x çıxılsın 36. Mötərizə yazırıq. 6x üzərinə gəlinsin 10. Görürəm ki, burada da 6x plus 10 var, burada da 6x plus 10 var. Bunları hər tərəfdən mənim silmə ixtiyarım var da. Yəni, mən 6x plus 10-u bu tərəfə keçirsəm və yaxud da ki, bu 6x plus 10-u digər tərəfə keçirsəm, mənfi olacaq və bunlar bir-birinə ixtisar aparacaq, islah gedəcək onlar. Ona görə burada qalır ki, 5x üzərinə gəlinsin 3, bərabərdir 18x çıxılsın 36. İşarədə səhv eləməyim deyənə, müsbətlərlə işləmək istədiyimə görə 3 üzərinə gəlinsin 36, 18x çıxılsın 5x. Bu eləyəcək ki, 39 bərabərdir 13x-ə. Mən bunu dəyişirəm. Məsələn, hər hansısa gözümüzün qabağına bir tərəzi gətirək. Tərəzinin fırladıram tərəzini. O zaman fırlatsaq, onda olacaq ki, 3x bərabərdir 39-a, x də bərabərdir 3-ə. Cavabımız olacaq 3.